Dəyərli izləyicilər, süni intellekt ilə canlı yayımlarımıza başlayırıq. Bu canlı yayımlar vasitəsilə siz süni intellekt işinizi əlinizdən alacaqmı? Süni intellekt vasitəsilə necə işlərimizi asanlaşdıra və avtomatlaşdıra bilərik? Süni intellekt vasitəsilə şəkillərin və videoların hazırlanması, səsin mətnə çevrilməsi, düzgün promptların yazılmasını və digər alətləri öyrənə biləcəksiniz. TikTok və digər sosial şəbəkələrdə məni izləməyi unutmayın. Süni intellektin inkişafıyla texnologiya əsas sahədir. Məsələn, data elmi, maşın öyrənməsi, süni intellekt mühəndisliyi. Məsələn, absurd bir şəkil fikirləşin. Tutaq ki, paraşütdən uçan pinqvin şəklini düzəltsin. Gördüyünüz kimi belə bir şəkil hazırladı. Yəni siz nə qədər absurd fikirlər desəniz də bu maraqlı format hazırlaya bilərsiniz. Nə demişdik? Parkdır. Parkda insanlar gəzir, var və bir Azərbaycanlı uşaq da deyir ki, bu gün hava çox gözəldir. Bıraq görək necə olacaq. Bugün hava çox gözəldir. Səs yəqin ki gələr ora. Ready to build something awesome today? Biraz da səs çox oldu. Pak, görək nə deyir. Got a project in mind? İki səs çıxır onda. What do you want to explore? Oraya. Ready to make something amazing? Nəysə dostlar, çoxdur da. What kind of masterpiece are we aiming Hansı for? səs tonundan, hansından istəsəz istifadə edə bilərsiniz. Ready to build something? Birincidən istifadə eləyək. Bu arada deməli bir sayt var. Orada süni intellekt işinizi əlinizdən alacaq yoxsa yox onu görə bilərsiniz. Nəsə, Search Marketing Strategies. 58% qeyd edib ki, yəni bunların işini əlindən alacaqdır.